Sən haramdan qaça bilmirsən, bilirəm. Gözün harama baxır, qulağın haram dinləyir, əlin harama uzanır və hər dəfə deyirsən, bu son dəfədir, bir daha etməyəcəm. Amma yenə edirsən və yenə edirsən və sonra ümidsiz olursan. Qardaşım, sənə bir şey deyim, sən zəif deyilsən, sən insansan və Allah insanı zəif yaradıb. Quran deyir, insan zəif yaradılmışdı. Bu sənin günahına bəhanə deyil, amma Allahın səni başa düşdüyünün sübutudur. Allah sənin zəifliyini sən yaradılmazdan əvvəl bilirdi. Buna baxmayaraq tövbə qapısını açıq qoydu. Bilirsənmi tövbə qapısı nə vaxt bağlanır? Günəş qərbdən doğanda, yəni qiyamət qopanda. Hələ o gün gəlməyib, deməli qapı açıqdır. Sən 100 dəfə günah etsən, 101 dəfə tövbə et. 1000 dəfə yıxılsam, 1001 dəfə qalx. Allah yorulmaz səni bağışlamaqdan, sən yorulma tövbə etməkdən. Bu mübarizədir, qardaşım. Bu cihadın nəfsdir, nəfslə mübarizə. Və bu mübarizəni verən Allahın ən sevimli qullarındandır.